Salam xanımlar, bundan əvvəlki videonun ardıdır. Artıq ev səliqəyə salmağa başlayırıq. Baxın, bu kitabları buradan götürmürəm. İstəyir səliqəli görünsün, istəyir kimsə nəsə gəlsin, mənim evimi dağınıq görsün. Bu stolları belə qoymağımın səbəbi Zəhra çıxır, o çərəzi filan bütün evlə bir eləyir onun üçün. Yəni istədikcə özüm götürüb verirəm. Bu kitabları kimsə gəlib burada görsün və yaxud da söz eləsin ki, ay evi dağınıqdır, ortalıqda kitab, dəftər, hər şey tökülükdür. Heç bir aidiyyəti yoxdur mənə. Çünki mən yayda imtahan verib kəsiləndə həmin insanlar deyəcək ki, bütün gün evdə olub da, nə edirdi ki, güya oxuyardı. Ona görə yəni bu kitablar burada dursun ki, mən bunlara baxıb vicdan əzabı çəkib oxuyum. Gedirik indi ev yığmağa, yataq otağını yığmağı sizə göstərməyəcəm. Bir dənə buraları yığışdırım. Yəni bu günün axşamına kimi nə edəcəyim videolar, yəni nə edəcəklərimi qısa da olsa çəkib bir 10 dəqiqəlıq, 15 dəqiqəlıq video halına gətirmək istəyirəm. Demişdim axı xanımlar bundan əvvəlki videoda ekonomiya eləyəcəm. Zəhranın pampersinə belə azalıbdı. Yəni əvvəlcə heç pampers patikası yarıya düşməmiş. Mən gedirdim yeni pampers patikası alırdım. Amma indi deyirəm ki, bunu bitirəcəm. Çünki bilirəm ki, mağazaya getsəm bir tək pamperslə yekunlaşmayacaq da mənim işim. Hər şey alacağam. Yəni gözüm gördüyü, ürəyim istədiyi hər şey almağa başlayacağam. Ona görə heç nə edirəm? Pampersə belə görə getmirəm. Pampersi 10 dənə o, 5 dənə də bunlar çıxdı. 15 dənə filan qalıb. Onda ikisini, üçünü bu gün işlətsə və yaxud dördünü. Sabah birisi gün yəni gedəcəm. Market alış-verişimi də eləyəcəm. Uşağıma pampers də lazım olan hər şeyi alacağam. Nə deyəcəydim? O pamperslər bilirsiniz hardansa. Dar günün dayağıdır. Mən Zəhranın çöl sumkaları var burada. Sizə ucundan göstərim. Güzgülüdür deyə ev çox şey eləmirəm. Bax görürsünüz 1, 2, 3. Bu sumkaları biz çölə çıxanda götürürük və onların içində həmişə mən pampers qoyuram ki, birdən tələsik çıxmaq lazım olar. Pampers götürmək yadımdan çıxar. Onun içində zapazlı olsun da, yəni ehtiyatlı olsun. İndi baxdım ki, hərəsinin içində 2 dənə, 3 dənə var idi. Çıxardım 5-6 dənə pampers oldu. Bir gündə əlavə idarə eləməliyik pamperslər oldu. Neysə belə, bu arada buraları bitirmək üzrəyəm. Jalüzlərimiz indi də gəlib kəndimizdəki evimizdə qalıb. Oradan da bura gətirən lazım. Bitirmək üzrəyəm. Almalarımdan da geyib gəlib yeyirəm. Yəni belə. İndi keçək o birisi otaqlara. Bunlar elə burada qalacaq. Niyə? Bunlar mənim güllərimdir. Özüm əkmişəm. Görüm bunları başqa qaba əkəcəm. Baxın o gün oranı təmizləmişəm. Orada göyərtilərim var. Bunları Zəhra cırmışdı. Mənim Qurani Kərimimdəndir. Ağzında çiynəmişdi, cırıb. Yəni mən də götürdüm elə kənara qoydum. Gəlinimizdən soruşdum. Dedi ki, apar bir ağacın falan altını torpağa bastır. Ona görə saxlamışım orada. Hər dəfə çölə çıxanda, yəni çox elə həyətə də çıxmıram. Ara sıra çıxıram. Nəsə çöl təmizləməyə, nə bilim, nəsə götürməyə falan. Yanımdan çıxır burada qalıb. İndi bunları da bugün bastıracağım mütləq. Baxın xanımlar, burada da bir ailəm təmizlik ləvazimatım var. Bu heç bunu indi doldurdum. Bu heç işə yaramır. Bunun mavi üzlüsü çox qəşəngdir, amma bu heç işə yaramır. Tökürəm rakvinanı sürtməyə falan, yəni qab yolan yeri təsir eləmir. Bu da hər dəfə tökmək yadımdan çıxır. Bunu almışam Zəhra ilə yumurta falan boyayanda istifadə elədik. Nə bilim, təmizlikdə bəzən istifadə olunur. Mənim arkadaşıyım qalıb. Bunu al belə endirimdə. Aha, bu mənim xlorum. İndi dəsmal almayacağam. Bu çox güclüdür, amma mənim qazanlarımın rəngini aparır. Bununla sürtəcəm buranı. Bunu da qatacağam. Yəni bir aləm təmizlik ləvazimatı almağa ehtiyac yoxdur artıq deyə düşünürəm. Töküm qabına. Buranı da yüngülləşdirəcəm. Bunu da yoldaşım almışdı. Mən heç belə şey istifadə eləmirəm. Yəni sabunlarının yanına qoymuşam. Mən maye sabun istifadə etməyi xoşlayıram. Çünki o biraz iyrənc olur da. Su falan deyil, yapışır qaba. İyrənirəm mən o sabundan. Həm də alsam da bir dənə, 2 dənə alaram. Yəni
yaxşı qoxusunlu, nə bilim şeyini alım. Bu biraz dandikdir. Kişi xeyli nə görüb onu alıb. Azaldacağım, yəni buranı da azaldacağım. Bunu özüm düzəltmişəm. İçində xlor var, qab şampunu falan var. Bunu xalçalarımı sürtmüşəm bundan. Bu da heç belə. Yəni buraları da, bu da heç bunu bankaların yanına. Buraları da belə, bunun da içində belə şeylər var. Bunları da görüm nəyə qoyuram. İzolət qamazdır deyə sönəcək. Mesela bu da belə sabun. Bu 72%. Belə. Bunlardan istifadə edib qoyacağım bura. Yəni çalışacağım ki, məsələn, bu çox lazımsız bir şeymiş. Yəni heç bir xeyri yoxdur. Bunun yerinə isə cif, yəni ABC, cifin ABC'si, yəni boykot məhsullarını yoldaşım narazıdır almağa. Yəni ABC alardım da bunun yerinə cif olanla. Amma bu yaxşıdır, baxın. Bundan istifadə etmişəm. Bu yaxşıdır. Alsam da bunun mavi rəngini alaram. Çünki bu xeyr eləmir. Yəni mənim rakminamın içi elə də sarı deyil. Cüzi sarılıq var. Çay falan töymüşəm içinə. Yəni onu belə aparmır. Nəsə heç belə durmasın. Bunu götürək. Belə. Yəni dediyim odur ki, hər şeyi azaltmağa çalışıram. Burada belə paraşoklarım var. Bunlar şeydir. Ağ və rəngli üçündür. Rəngli üçün olan paraşokum artıq bitir. Yəni belə vacib şeylər alacağım bu dəfə. Burada da kartof soğan. Soğanlarımı mən həmişə doğrayıb buzluğa qoyuram. Amma bu dəfə bayram ərəfəsi idi. Vaxtım olmadı buzluğa. Çöldə yenə var kartof soğan. O gətirib onlardan da qoyacağım. Bugün vaxtlaşdıra bilsəm, hazırlığımı filan şey eləyəcəm. Nədir onun adı? Doğrayıb buzluğa qoyarım. Arxada da kloklardır. Mən belə klokları, bunu da Temu'dan almışam. Mən belə klokları saxlayıram zibil üçün filan. Belə. Xanımlar, təmizlədim bunu. Baxın. Çiçək kimi. Neynədim? Bundan, bu çox yaxşıdır, çox ucuzdur. Yəni normal digər xlorlar kimidir. Xlorlardan ucuzdur. 60-70 qəpik idi bu səhv eləmirəmsə. Bundan tökdüm. Biraz bundan səpdim. Biraz da bundan. Yəni üçü bir yerdə tərtəmiz elədi. Tək bu da yəni çox təmizləyir. Bundan qab maçalkamına tökdüm. Qab maçalkamı yudum. Maçalka ağappaq ağardı yəni. Bu yaxşı bir şeydir. Ucuz olmağına baxmayaraq effektlidir. Hə qızlar. Qopdan buradan çıxım. Hə qızlar yığdım. Sərgiyə saldım. Zəhra meyvələrini yemişdi. Almalarından qalmışdı. Bir də biraz portağal. Mandalin, üzüm və armudunu yeyib. Burada belə təmiz yəni sərgiyə saldım. Qazın üstünü falan hər yer sildim. Həm belə qaldı bir dənə tostoran anlamaq. Onda gedib digər otaqları sərgiyə salandan sonra tostoran eləyərəm. O yumurta qabını atacağım. Onu götürüb onun içine qoyum. Bu da xarab olub qazanım. Yəni belə Zəhra gətirib içinə şey atıb. Belə yaşıllaşıb, nə bilim içindən şey çıxır. Buranı yəni yıxsanda yeni vəziyyətdə Zəhra bunları götürür. Ora qoyuram mən. Götürür Zəhra. Belə bitdi bura. Gedirəm yataq otağına. Hə qızlar, indi bir dənə buranı da yığım. Burada çox buranı çox göstərməyəcəm. Çünki burada hər tərəf, həm də yəni yataq otağında buranı nəyi göstərim. Bura bu Zəhranın yeni şkafıdır. Belə. Xanımlar getdik zibilə atdıq. Biraz ot təmizlədim. Və belə öz bağımın məhsullarından yığdım. Biraz şüytlər çox uzanmayıb, amma kişnişlər yaxşıdır. Bu da ki, yəni satın almalarda kimi enli deyil də. Belə kökü uzanır buraları, bu hissəsi. Başında belə gül kimi belə göstərim sizə. Belə xırda yarpaqlı bir şeylər olur. Heç nə xanımlar. Belə buzluqdakı badımcan yeməyini çıxartdım, isitdim, yeyirik indi Zəhra ilə bir yerdə. Zəhra da burada çirkin.
Çirkin. Çirkin Zehra. Heç bir iş görmədim. Göyərtilərimi yudum orada. Всё. Belə özüm fətir bişirmişdim. Fətirlərlə yeyəcəyik. Anne qız. Mən yemirəm. Zəhriyə biraz verəcəm. Neysə belə bizə nuş, sizə də xoş izləmələr. Hə xanımlar, süpürdüm hər yeri. Xalçanın üstündə də görürsüz. Yenə töküb buralarla birdi. Qoydum onu yatmağa. Məni çox əsəbləşdirdi. Belə hamama girib bütün üstü su. Buralar da belə səliqəli dəstində yığmışam. O oyuncaqlar yenə töküb. Ortalıqda bir kişi var. Bunları aparıb evin arxasına qoymalıyam. Onlarla pəncərələri silirəm. Belə yəni hər yer yığılıb, hər yer təmizdir. İndi dərsimin vaxtına yarım saata falan yaxın vaxt qalıb. Çay içib, biraz dincəlib dərsə qoşulacağam. Axşam dərs oxumaq vloqundan görüşərik. Hə xanımlar, Zəhriyə biraz sup düzəldim. Çünki badımcanı yemədi. Ona kartof elədim. Yudum onu da qabağına qoymuşam ora. Gətirim nə vaxtdan sup pişirmirəm ona. Elə öz yediyimdən yedizdirirdim. Biraz bərk olub. Çayım biraz illana qızıb daya yəni dibi çökənə kimi gətirim supur ləvazimatlarını hazırlayayım belə. Mən belə əti 4-3 formada eləyirəm. Onda daha tez açılır bizi. Baxın, incə çıxartdım şeydən, qırdım belə. İndi bunu suya atacağım, özü üçün qaynasın. İçinə də tərəvəz filan. Zəhranın supu hazır. Baxın xanımlar, Zəhra üçün mən belə kökləri rəndədən keçirdim, buzluğa atıram. Nə bilim, belə balqabaq, nədir? Balqabaqdır. Yox, bu sarı bibərdir. Bu qırmızı bibərdir. Bu da balqabaqdır. Soğan da orada qızarır. Kartofu da soyacam indi. Yəni mən Zəhranın supuna əlimə keçən bütün tərəvəzlərdən atıram ki, bəlkə xeyir olar. Bilirəm ki, ziyanı olmaz, xeyri olar. Hələ alma dilimi filan da bəzən atıram. Biraz turşuluq verir və dadını dəyişir də, qəşəng olur. Yəni belə hər şeyi buzluğa doğrayıb atıram mən. Həm xarab olmur, həm də belə nəsə bişirəndə lazım olanda çıxardıb tez də qırılır da belə tərəvəzləri buzluğa qoyanda. Baxın belə olur, qırılır. Bunlardan istifadə edirəm suplarda. Baxın, balqabaq, sarı bibər, qırmızı bibər, kök, soğan. Bu qazanda etməyəcəydim, onda da yemək var deyə bunu da elədim. İndi gətirib kartoflu soyunu tez doğrayım, xırda içinə. Ətini də qoyum, biraz da elə qovurum, suyunu töküm, öz-özünə vampotda pişsin. Axşam yeməyi də bu Zəhranın. Dərsimi keçdim xanımlar, supumuz da belə vampotda qaynayıb. İçinə hələ makaron falan atmamışam. Bunu xlorla falan sürtmüşəm, lap da qaralıbdır, yəni getmir bunlar. Buna baxmayın, belə ət qaynadı, içində sebzeleri, tərəvəzlər qaynadı. İndi buradan bir dənə bu makaronla istifadə edirəm Zəhranın suplarını. Baxın görün. Oradan baxırsınız. Baxın. Gül makaron. Ya da ki ondan istifadə edirəm. Onunla daha yaxşı yeyir yeməyini. Amma yəni bundan da istifadə edirəm ki, almışam, bu da bitsin. Onu bəzən qızartma da eləyib verirəm deyə. Bu bitsə yaxşı olar. Bir də almayacam bundan. Qəribə bir şeydir. Dibinə yapışır qazanın falan. Bəlkə mən səhv eləyirəm. Əgər bilirsinizsə yorumlarda yazın. Bunun içində kartof qızartmışdım. İçində biraz yağ qalıb deyirəm. Axşama ya da sabaha küçü falan bir şey eləyib hazırlayayım. Öz göyərtilərimdən təbii ki də.